Bakıda mövsüm yarmarkası təşkil olunacaq. 28 noyabrdan paytaxtda həftə sonları mövsüm yarmarkası keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onlara alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır. Yarmarkada 30-a yaxın regiondan iştirak edəcək, 55-ə yaxın fermer, 120-yə qədər çeşidli kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək. Burada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaradan vətəndaşlar yarmarkada fəaliyyət göstərən səyyar qida laboratoriyalarına yaxınlaşaraq məhsuldan analiz verə bilərlər. Yarmarka həftə sonu Nərimanov rayonu Fətəli xan Xoysk küçəsi 5 ünvanında təşkil olunacaq. Qeyd edək ki, mövsüm yarmarkasında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqlar.